Nəhayət ki, bugün birlikdə bu advent kalendarı açırıq. Revolution'un belə bir advent kalendarı var. Getdik. 23 dənə məhsul var içində. Uşaqlar, kefdəyik. Deməli, birinci başlayıram uğurlu rəqəmim olan 7-dən. Ya Allah. Bu nədir belə? Bu nədir? Çox gözəl bir pəmbiş ten çıxdı. Ya Allah. Yaxşı başladıq məncə. Bu nədir? Krem kontur. Oo, heç krem kontur işlətməmişəm. Nə yalan deyim. 22. Çıxdı. Şəriyanın yoxluğu bilinir. Bu nədir? Brow gel. Qaş sabitləyici. Qəşəng. Buna ehtiyacım olur. 9 nömrə. Gözləri. İkinci dəfədir belə bir formada gözlərim olur. O birisi Şiqlamın advent kalendarından çıxmışdı. Nude lipstick pomada. Ay, buna çox sevindim şu an. 2 nömrə. Güzgü. Revolution'un güzgüsü. Çoxlarının uğursuz rəqəmi. Pudra çıxdı. Transparan pudra. Belə bir lip glossumuz var. Hələ ki yaxşı gedirik. 2 dənə minicik belə bir puf. Bunun qızılı rəngi var məndə. Pəmbişi də oldu. Mənim ən sevdiyim tonlarda lip oil, həm də çanta boy. Çox sevdim bunu. Qəşəng. Bunu məndən baldızım alacaq. 100% deyirəm sizə. Eyeliner'ı bir ədəd. Bunları sınadığımız video gəlsin. Karandaş formasında, biri isə flamaster formasında. Qəşəng. Dodaq karandaşı. Revolution dodaq karandaşlar çox qəşəng olur həqiqətən. Məşhur o səhra görünümlü highlighter'ın minisi. Açamıyorum. Qəşəng maskara. Evet, bir ədəd fırçamız oldu. Çox gözəl bir rəngdə ənlik. Çox şirindi. Bu da onun kremsi forması. Krem highlighter. Mini bir Revolution'un sponcu. Lip balım. Minik bir, çok tatlı, rəngi də çox gözəl olan bir lipstick çıxdı. Siz çıxanlardan ən çox hansını bəyəndiniz və bu il hansı advent kalendarları